Salam əziz dostlar, yeni videoya xoş gəldiniz. Mən yenə gəlmişəm yeni və qəribə smartfon ilə birlikdə ki, əminəm şoka düşəcəksiniz. Və gəlin belə başlayaq. Əgər mən sizdən bir sual soruşsam, desəm ki, mən bir telefon və bir planşet birlikdə istəyirəm, siz mənə nə məsləhət verərsiniz? Yəqin deyəcəksiniz ki, belə flip smartfonlar var ki, açarsınız olur bir planşet, yəqin hər yerdə də gördünüz. Bütün brendlərdə hal-hazırda bir dənə istehsal edirlər minimum. Amma əgər mən sizə desəm ki, yox, mənə belə 2 dənə ekran kifayət deyil. Mən daha böyük planşet istəyirəm. O zaman cavabınız nədir? Cavab buradadır. Huawei Mate X-T Ultimate Design. Bu telefon, əziz dostlar, 3 lay ekranı var. Və çox böyük ekran sizə verəcək. Hər bir video, hər bir filmi ki, baxmaq istəsəz, 10 inçə qədər böyük olur və sizə çox gözəl, keyfiyyətli video göstərir ki, keyf edə bilərsiniz. Amma gəlin baxaq kağızda onun informasiyaları nədir? Sonra mən sizə deyərəm ki, mən nə şeyləri görmüşəm uzun və birlikdə analiz edirik ki, necə bir telefondur, almaq olar, almayaq, qəşəng bir telefondur, pis bir telefondur. Gəlin başlayaq. Burada çoxlu informasiyalar var ki, vaxtımız olmur, mən oturum hamısını sizə izahat verim. Siz özünüz də bu adı yazanda veb-sayt gəlir, hər şey istəsəz baxa bilərsiniz. Mən əsas şeyləri sizə izahat verirəm. Birinci odur ki, 2 rəng ilə gəlir ki, çox gözəl rənglərdir. Yəni həm qırmızı və həm qara rəngi ilə gəlir. Məsələn, mən özüm qırmızı rəngi sevmirəm, amma burada belə qızıl ilə belə gözəl dizayn elədilər ki, siz mənim videomda da baxırsınız hal-hazırda çox gözəl bir, çox lüks bir telefon düzəliblər və siz heç bir fərqi yoxdur. Hansı rəngi sevərsiniz? Bu 2 rəng hər ikisi çox gözəldir və çox lüks görünür. Amma əsas şeylər odur ki, bu nə qədər qalınlığı var, ya N məncə deyirsiniz. Azərbaycan dilində N gedir. Qalınlığı nə qədərdir? Bu çox önəmlidir. Çünki bu 3 lay ekrandır. Birinci, əgər ancaq bir ekrandan istifadə eləsəz, yəni hər üçü birlikdə 12 mm yəni qalınlığıdır. Əgər 2 ekranı baxsaz, yəni ancaq 2 ekran açsaz, o zaman biri 7.45, biri 4.75-dir. Və əgər hər 3 ekranı açsaz, 3.6, 3.6 və 4.75 olacaq. Və çəki barədə də biraz çəkisi çoxdur. Yəni normal telefonlardan biraz daha ağırdır. Təqribən 300 qramdır. Təqribən mən düşünürəm ki, hal-hazırda average telefonlar 200-ə qədərdir və bu təqribən 100 qram daha ağırdır. Amma həqiqətən siz onu hiss eləmirsiniz. Yəni əlinizdə onu tutanda görürsünüz ki, o qədər ağır bir telefon deyil. Ağır da olsa onu belə hiss eləmirsiniz, sizi incitmir və daha çox özünüzü bu telefon ilə güclü hiss edirsiniz. Xeyli güclü, belə ağırlıq hissi verir adama, nəinki adamı narahat eləsin ya incisin ya belə bir şey. Ekranın sayzı nədir? 6.4 normal tək ekrandır ki, demək olar normal ki yox, amma böyük ekranlardan da daha böyükdür. Yəni məsələn, əgər düz yadımda olsa, iPhone 17 Pro Max 6.2-dir, amma bu 6.4-dür. Və bu ekranı normal böyük telefonlardan da daha böyükdür. Əgər ki 2 ekran açsaz, olacaq 7.8 inç və əgər hər 3 ekranı açsaz, olacaq 10.2 inç, çox böyük olur. Yəni hər bir video üçün, hər bir əgər işinizdə neçə səhifə açmaq istəsəz, ya nəsə nəzarət üçün istəsəz, əla bir şeydir, sizə bu imkanı verir. Ekranın keyfiyyəti, yəni şeyi də, type-i də, ya növü də OLED-dir. OLED də yaxşı bir şeydir. Xeyli möhtəşəm deyil, amma yaxşı bir şeydir. 90 Hz-də refresh rate var. Çox güclü deyil, hal-hazırda belə ən güclü telefonlar 120 Hz verirlər, amma normal telefonlarda 60-dır, yəni ortadır. Nə normal telefon kimidir, nə xeyli möhtəşəm telefonlar kimidir. Yəni ekranı yaxşıdır, əla deyil amma. Resolution ya keyfiyyət 2232 vurarsınız
1008 piksel. Hala dənə-dənə oxumayım ki, vaxt getməsin, uzunuz baxa bilərsiniz buradakı. Bir ekran, iki ekran, üç ekranda bu piksel nədir? Sual. Bu piksel nədir? Mənası nədir? Çoxlu yerlərdə görərsiniz. Ola bilər ki, bu sizin üçün sualdır ki, bu piksel nədir? Televizorlarda da yazır, mağazaya gedəndə baxırsınız bu qədər piksel. Bu pikselləri sadə dilində deyə bilərik ki, belə nöqtələrdir ki, işıqlıdır və birlikdə bir təsvir yaradırlar. Nöqtə, 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 nöqtə. Təsəvvür edin ki, bir qələm ilə nöqtə, nöqtə, nöqtə bir şey çəkirsiniz. Bu nöqtələr nə qədər daha çox olur bir ekranda, biz daha diqqətli bir image, ya bir şəkil, ya bir video görəcəyik. Daha detallı, daha keyfiyyəli, zoom edəndə daha yaxşı görərsiniz. Ona görə kamerada da deyirlər, dizayn, əgər mənim dizayn dərslərimi görmədinizsə, baxmadınızsa, baxın, orada yaxşı şeylər sizə izahat verirəm. Orada deyirik megapiksel kamera üçün deyirik ki, bu telefon kamerası məsələn 50 megapikseldir. O da piksel barədə deyir. Neçə dənə piksel birlikdə o image yaradır, o təsviri yaradır. Və 2232 ki, vurar 1008 kifayət qədər çoxdur. Xeyli çoxdur bir ekran üçün və çox keyfiyyəli ekran var ki, siz mənim videomda 100% gördünüz. Orada əlimdə göstərirəm bu telefonu. Operation System EMUI 14.2 və ümumiyyətlə sistem barədə bir şey sizə deməliyəm. Bu telefonlar ümumiyyətlə bunu fikir verin. Əgər gedirsiniz telefon almağa, Huawei telefonlar başqa telefonlar ilə fərqlidir. Mən sizə məsləhət verirəm ki, çox fikir verməyin ki, hala hansı brendə gedəndə, mağazaya gedəndə o satıcı sizə nə deyir. Çünki onların məqsədi satmaqdır. Ona görə gözəl şeylər çox deyirlər. Amma siz bunu bilin, bir bilgi kimi xəbəriniz olsun. Huawei çünki Amerika tərəfindən blok elədilər bu brendi. İcazəsi yoxdur ki, Androiddən istifadə eləsin və özü üçün xüsusi bir sistemi var. Necə? Məsələn, iPhone kimi. iPhone məsələn Mac-dir. Siz görürsünüz ki, bəzi proqramlar Android telefonlar üçün var, yoxlayırsınız, iPhone-da yoxdur. Ya iPhone-da var, Android-da yoxdur. Ya Android-da ödənişsizdir, iPhone-da ödənişlidir. Çünki bir şirkət ancaq məsələn Android üçün istehsal edir bir proqramı, bir şirkət iPhone üçün. Bəzi şirkətlər ki, bu yükdülər, varlıdırlar hər ikisi üçün. Və bu belə bir şey deyil ki, hər yerdə olsun, bu proqramı mən gedim yükləyim. Hər bir sistem üçün xüsusi istehsal olunmalıdır. Və çünki Huawei-nin xüsusi sistemi var ki, o qədər də dünyada məşhur deyil və ancaq Huawei istifadə edir. Bu böyük bir zəif nöqtəsidir. Yəni bu barədə zəifdir Huawei və siz bunu bilməlisiniz ki, əgər Huawei alsaz fərqi də yoxdur kompüteri. Əslində çünki çoxlu kompüterlərində də Windows istifadə eləmir, o sistemdən istifadə edir. Belə ki, yadımdadır. Hələ yenə də baxaram, əgər ki başqa şey olsa başqa videoda sizə deyirəm. Planşet, telefon ümumiyyətlə Huawei fərqlidir. Əgər Huawei alsaz, ola bilər çoxlu proqramları tapa bilməyəcəksiniz. Normal proqramlar məncə var, amma onları da sadə tapa bilməyəcəksiniz. Yəni çətinliklə tapmaq olur. Daha çox demək olar ki, Çinli proqramlar var yüklənmək üçün. Amma yəni tapa bilərsiniz. Məşhurları Instagram kimi, məncə WhatsApp kimi. Amma bütün proqramlar orada yoxdur və bunu bilin Huawei barədə və bu böyük bir nöqsandır, böyük bir zəifdir şeydə, Huawei-də. Amma RAM və RAM ki, bunlar da sistemi aparır və sistemin gücünü təyin edir. RAM ya yaddaş. RAM-i 16 GB-dir ki, yaxşı bir rəqəmdir RAM üçün. Yaddaşı da 512 1 TB-dir ki, kifayət qədərdir, yaxşıdır. Amma RAM-dən başqa şey də var ki, telefonun gücünü təyin edir və o da biz deyirik CPU ya prosesor. Bu prosesor məsələn bir telefon Snapdragon-dan istifadə eləyir. Məsələn bu telefon ki, mən sizə izahat verdim keçən videoda, o Snapdragon-dur. Çoxlu güclü telefonlar Snapdragon prosesorundan istifadə edirlər ki, indi Generation 4-dür məncə. Düz yadımda olsa 4 idi də, 4 ya 5. Yəni üzrlü sayın dəqiq yadımda deyil. Hal-hazırda. Bəzilərdən öz məsələn prosesorlarını istehsal edirlər. Məsələn Samsung var ki, bəzi ölkələr üçün öz prosesorunu istehsal edir. Ya Apple var ki, iPhone üçün və kompüterləri üçün A18, A19 öz prosesorunu istehsal edir.
Amma bir brend də var, adı Kirin'dir. Kirin biraz Snapdragon'dan daha zəifdir və bu telefonun prosesoru Kirin 9010'dur. Demək olar ki, Snapdragon 8 generation ya nəsli 1 ilə eynidir, amma daha zəifdir. Deyə bilərik ki, prosesoru xeyli güclü deyil, amma zəif də deyil. Bir normal prosesor var. Amma belə bir telefon üçün məncə biraz zəifdir. Yəni belə lüks telefon üçün daha güclü şey də ola bilərdi. Məsələn, Snapdragon özü ola bilərdi. Amma ola da bilər ki, yenə də icazə yoxdur ki, Snapdragondan istifadə eləsin. Huawei onu mən bilmirəm. Amma Kirin'dən istifadə elədilər bunun üçün. Kameralar üçün 3 dənə kamera var bu telefonda. Biri 50 megapiksel, 2 dənə də 12 megapiksel. Bu telefon çünki 2024'də istehsal olunub. O zaman ola bilər daha normal idi, amma hal-hazırda yeni brendlər hər üçünü 50 eləyirlər. Ona görə biraz kamerası, yəni əsas kamerası biraz zəifdir. Zoomu da 5.5-dir. Amma keyfiyyəti yaxşıdır. Yenə 8000 vur 6000 piksel şəkildir. 3800 vur 2100 də videodur ki, bu da keyfiyyəlidir, pis deyil. LED ya LED flash'ı da var ki, yaxşıdır. Amma 10 kamerası 10 deməliydim. Üzr istəyirəm, bunu Azərbaycan dilində unutmuşam. Yəni selfie kamerası çox zəifdir. 8 megapikseldir və bu xeyli çox zəifdir. Yəni bu bir zəif nöqtədir yenə bu telefon barədə. Ki bunu düzəltmək lazım idi. Bilmirəm niyə eləmədilər. Yəqin ki telefon daha qalın olurdu, yoxsa daha baha olurdu, yoxsa hər bir səbəb üçün eləmədilər. Bateriya 5600'dur. mAh deyirlər onu. Normal telefon üçün pis deyil. Çox deyil, amma pis deyil. Amma bu telefon üçün azdır. Çünki 3 dənə ekranı var. Və siz əgər hər üç ekranı açsanız və məsələn video baxsanız, məncə 5-6 saatdan çox sizin üçün saxlamayacaq zaryadka. Çünki 3 dənə ekran deyəndə təsəvvür edin ki, 3 telefon birlikdədir və bir telefonun bateriyası var. Belə təsəvvür edin, başa düşəcəksiniz ki, necədir vəziyyət. Amma əgər ki özünüz idarə eləsəz, məsələn daha çox bir ekran lazım olsa 2 ekran, lazım olanda 3 ekran, ola bilər ki sizin üçün daha çox qalsın o bateriya. Zaryadka da 66 wattdır. Hal-hazırda yeni nəsillər 100 watta qədər, hətta daha çox da məncə var. Bu 66 da pis deyil, çünki keçən ilin telefonudur, pis deyil. Və təəssüf ki, bu suya qarşı və toza qarşı müqavim biz deyirik, yəni qalan deyil, yəni su girir içinə, xarab olur əgər suya düşsə. Bu zəif nöqtələr çoxdur bu telefonda. Hələ. Siz daha çox da informasiya istəsəz, veb-saytda var. Mən istəmirəm ki, vaxtımız çox getsin bu barədə. Amma sizə nə demək istəyirəm? Mənim təcrübəm bu telefon ilə necə idi? Ekran çox gözəl. Ekranın keyfiyyəti çox gözəldir. Video baxmaq üçün əladır. Bu ki, 1, 2 ya 3 ekran seçə bilərsiniz, əladır məsələn. Siz əgər işiniz belə olsa ki, sizin üçün ekran lazım olsa, məsələn, rent-a-car sahiblər. Onlar üçün lazımdır. Bu xeyli yaxşıdır, çünki böyük bir ekran verir, 3 dənə ekran verir. Çox lüks və çox gözəl bir dizayn var, adama güc hissi verir. Ona görə əgər lüks istəyirsiniz, bir lüks telefonunuz olsa çox gözəl bir telefondur. Belə show-off eləmək üçün. Və yəni belə şeylər üçün çox gözəldir. Amma əgər işləmək istəyirsinizsə, necə işləməni, yəni sözüm o deyil ki, məsələn bir indi izahat verdim bir məsələn rent-a-car sahibi kimi yox, işləmə yəni dizayner kimi, ya kimsə ki freelancerdir, ya kimsə ki çox proqram yükləməlidir, ya iş üçün proqramlar eləyir, yükləyir, silir, belə işlər yəni. Digital işlər, rəqəmsal işləriniz çox olsa, Android telefon daha məsləhətdir və bu biraz sisteminə görə sizin üçün çətin olacaq. Çünki çox şeylər tapa bilməyəcəksiniz. Başqa adamların telefonları 95% ya iPhone-dur, ya Samsung-dur. Ona görə uyğun deyil başqa adamlarla nəsə göndərmək, almaq, belə şeylər. Hala düzdür ki, Telegram, WhatsApp ilə göndərmə olar. Amma normal şəkildə yəni biraz uyğun deyil. Çünki öz sistemindən istifadə edir. Və bateriyası biraz bu ekran üçün zəifdir.
Əgər çox video baxmaq istəyirsinizsə, çox yaxşıdır. Yəni video sevənsinizsə, YouTube sevənsinizsə çox yaxşıdır. Instagram üçün də yaxşıdır. Böyük ekrandır, ləzzət ala bilərsiniz. Kim alsın? Kim alsın bunu? Əgər babalarınız üçün, nənələriniz üçün bir gözəl, baha, dəyərli hədiyyə almaq istəyirsinizsə, bu gözəl bir hədiyyədir. Çünki onlar çox da istifadə etmirlər. Daha çox video baxırlar, gündəlik istifadədir. Ləzzət ala bilərlər belə bir ekrandan, həm də çox lüksdür. Əgər çox varlısınızsa, ikinci telefon kimi ya hətta birinci telefon kimi çox istifadə etməsəz, ancaq istəyirsiniz bir telefonunuz olsun ki, lüksdür belə bir şey. Yaxşı bir telefondur. Niyə dedim çox varlı? Çünki bunun qlobal qiyməti $3000, yəni ya ən zəifi $2800, ən güclüsü $3370 qədər gedir. Ona görə dedim, ya çox varlısınızsa. Sizin üçün yaxşı ola bilər. Lüks telefon istəsəz çox gözəldir. Amma əgər işləmək istəyirsinizsə, izahat verdim sizə necə işləmək. Rəqəmsal işləmək, çox yükləmək, download, silmək, göndərmək. Məsələn, bir iş mühitində nəsə işləmək istəyirsinizsə, biraz çətin olacaq sizin üçün. Dizayn, belə işlər görmək istəsəz, təbiidir ki, məsələn, Samsungun telefonları daha yaxşı olacaq sizin üçün. Və belə. Siz nə düşünərsiniz? Necə bir telefondur? Xoşunuza gəldi? Fikirlərinizi yazın mənim üçün. Çox maraqlıdır ki, baxım siz nə düşünərsiniz? Bu telefon Azərbaycana gəldi, yoxsa hələ yox? Gəlsə almaq istəyirsiniz, yoxsa yox? Əgər bu telefonunuz varsa, mənə deyin ki, necədir? Mənə xəbər verin zəhmət olmasa. Mənə xeyli xoşdur ki, baxım siz nə düşünərsiniz? Özünüzə yaxşı baxın və əgər telefon almaq istəyirsinizsə, planşet almaq istəyirsinizsə, bir model fikrinizdə var və bilmirsinizsə ki, necədir, onu da mənim üçün yorumda yazın. Mən gedib sizin üçün video çəkib izahat verəcəm necə bir telefondur, alın yoxsa yox. Və belə bir imkan da var. Əgər nəsə almaq istəyirsinizsə, soruşa bilərsiniz. Özünüzə yaxşı baxın, sağ olun.